Salam əziz izləyicilər. Bugün 2021-ci ildə blok imtahanına düşmüş trigonometrik təlimlərə aid belə bir sualın izahına baxacağıq. Əvvəlcə biz bilək ki, kosinus x tənliyinin bərabərdir 1 tənliyin həllinə. Demək, kosinus x bərabər 1 tənliyi bilir ki, x bərabərdir 2pi k-dır. Yəni, kosinus xüsusi haldır. Və bu tənliyin həllindən istifadə etsək, bizdə də buradakı x-in yerində 2pi kosinus x dayanır. Yəni, onda olacaq 2pi kosinus x bərabərdir 2pi k-ya. Hər tərəfini 2pi'yə bölsək, kosinus x bərabərdir k alınmış olur. Və k da tam ədədlər çoxlu olduğuna görə və kosinusun da qiymətlər oblasti -1, 1 aralığına düşdüyünə görə, demək, kosinus x bir dəfə -1'ə, kosinus x bir dəfə 1'ə, kosinus x bir də 0'a bərabər götürüb həll edəcək. Bu 3 tənliyi, yəni sistemləşdirsək, əvvəlcə bu 2 tənliyə sistemləşdirmiş baxaraq və bu tənliyimizi bu formada kosinus kvadratı x bərabər 1 şəklində yazsaq və yaxud da modul kosinus x bərabərdir 1 də yazmaq olar. Demək, kosinus kvadratı x bərabər 1 tənliyi bu 2 tənliyimizin həllini verir bizə. Və buradan da kosinus kvadratı x-i sağ tərəfə keçirsək, 1 çıxılsın kosinus kvadratı x bərabərdir 0 alınır. Biz də bilirik ki, sinus kvadratı x ilə kosinus kvadratı x-in cəmi bizə 1'i verir. Və buradan sinus kvadratı x-i tapsaq, 1 çıxılsın kosinus kvadratı x-a bərabərdir. Onda 1 çıx kosinus kvadratı x-in yerinə biz burada sinus kvadratı yazsaq, olacaq sinus kvadratı x bərabərdir 0'a və buradan alınır ki, sinus x bərabərdir 0. Və burada da bizim kosinus x bərabər 0 tənliyimiz qalmışdır. Demək, şagirdlər, sinus x bərabərdir 0'a, kosinus x bərabərdir 0 tənliyimiz qaldı ən sona. Və bu 2 tənliyi də tərəf-tərəfə vursaq, alınır ki, sinus x vurulsun kosinus x bərabərdir 0. Və bu düsturun qarşısında 2 olsa, bizə verər sinus 2 alfanı, yəni hər tərəfi 2'yə vursaq, olacaq 2 sinus x kosinus x bərabərdir 0'a. Bu da bizə verir sinus 2x bərabərdir 0'a. Sinus 2x bərabər 0 tənliyi həll etsək, 2x bərabərdir sinus 0'ı pi k-da alır. X də bərabərdir pi k bölünsün 2 alınmış olur. Yəni, tənliyimizin həlli pi k böl 2 D variantı olmuş olur.